Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Açar sözlər kitabımızın içərisindən bir daha sizi tanış edəcəm. Bütün mövzular pedaqogika, metodika və psixologiya çərçivəyə düşəcək formada həm MİQ, həm sertifikasiya çərçivə sənədinin bütün məzmununu əks etdirən rahat açar sözlər kitabda qeyd olunub. Hansı ki, bu açar sözlər sizin mövzuları dərin-dərin oxuyub vaxt aparmağınıza gərək qalmadan konkret sözləri sizin üçün rahat formada qeyd edib. Məsələn, demokratik təhsil modelindən avtoritar təhsil, ənənəvi təhsil modelinin fərqləri, inkişaf sahələrinin tərkibində yer alan məzmunlar, o cümlədən əsas standart nədir, alt standart nədir, qəbula düşə biləcək formada hər biri qeyd olunub. Hansı inkişaf sahəsinin tərkibinə hansı məşğələlər daxildir və hansı məşğələlər hansı yaş qrupundan başlayır. Hər biri rahatlıqla qeyd olunub. Yeni formada düşən yeni adlar, sahə daxili inteqrasiya və açar sözləri, sahələr arası inteqrasiya açar sözlərlə çox rahat formada verilib. SMART abreviaturası, plan və qiymətləndirmə, məşğələnin mərhələləri, hamısı rahat açar sözlərlə. Artıq siz bunları heç bir yerdə görməyəcəyiniz və məzmunu anlasanız da diqqət etməli olan məqamlar hansı əsaslardır, hansı vacib hissələrdir və qəbulda hansı sözlərlə biz testlər təyin edirik. Bax, bunlar rahat formada açar sözlərdə qeyd olunub. Ən son yeniliklər çərçivə sənədində verilə bilən terminlər, yeniliklər də qeyd olunub. Məsələn, yeniliklərdən biri təlimin pasportudur. Nə? Portfolio. Baxın, bu da bu şəkildə rahat qeyd olunub. O cümlədən bundan kifayətlənməmişik. Portfolionun ən daxil edilən materiallar hansıdır, hansı səhvlərə yol verə bilərik və yaxud hansı məxfilik siyasəti qorunmalıdır. Hər biri qeyd olunub. Hətta dövrü müşahidə, təsviri gündəlik qeydlər, onların məzmunu fikir verirsinizmi? Məsələn, deyək ki, oxşar və əsas fərqlər. Hər ikisi, yəni təsviri və dövrü müşahidə vərəqləri yazılı formada aparılır. Hər ikisi uşağın inkişafı haqqında məlumat verir, hansı ki, burada onlar qeyd olunub. Gündəlik müşahidə yazılmır, izləmədədir. Təsviri qeyd yazılır, amma subyektivdir. Dövrü müşahidə yazılır, obyektivdir. Yəni, siz bunları heç bir yerdə bu formada görə bilmərsiniz. Daha sonra təlim strategiyasının quruluşu hansılardır? Təlim strategiyasına nələr daxildir? Baxın, strategiya dedikdə məqsəd, plan, üsul, optimal nəticədir və daxil olan standartlar, mövzu, təlim məqsədi, inteqrasiya, iş üsulu, iş forması, resurslar, təlim zənciri hesab olunur. Və yaxud sizə verilə bilər ki, təlim zəncirini hansı variant pozur? Deyək ki, burada təlim zəncirinə aid olmayan hansısa bir termindən istifadə oluna bilərsə, məsələn, oyun deyək, artıq bu təlim zəncirini pozmuş olur. Əmək fəaliyyəti verə bilər, mədən davranış fəaliyyəti verə bilər bu şəkildə. Və yaxud sual verə bilər ki, məntiqi qərarlar toplusudur. Nə? Strategiya. Daha sonra rəylər, hansı rəylər var? Emosional rəy nədir? Spesifik rəy nədir? Destruktiv rəy nədir? Bunlar hamısı qeyd olunub. İş üsulları, ən son model bizə düşə biləcək testlərin həm test forması əslində, həm testləri yenilənib, həm də düşə biləcək suallar hansı formada olacaq, açar sözlərlə yazılıb. Məsələn, bilirsiniz ki, suallar iş üsuluna yeni sual tipləri gəldi. Aydınlaşdırıcı sual, yoxlayıcı sual, istiqamətləndirici sual, hamısı yeniliklər qeyd olunub. Tapmaca, müzakirə iş üsulu, yəni hər şey. Güşələr, açıq havada oyunların təşkili çərçivəyə yeni əlavə olunub. Hansı ki, bu da əslində digər oyunların məzmununu daşıyır. Onları da qeyd etmişəm. Hər ehtimal, güşələr, onların açar sözləri. Daha sonra universal öyrənmə dizaynı nədir? İnklüziv təhsil, qəbula düşəcək qədər, hüquq vəzifələri qruplaşdırmışam. Hüquqlar hansılardır, vəzifələr hansılardır, təhsil alanın, təhsil verənin, valideynin hüququ, vəzifəsi çox rahat şəkildə qeyd olunub. Bunu oxuyub anlamamaq mümkünsüzdür. Etik davranış prinsipləri açar sözlərlə verilib. Münasibətlər açar sözlə verilib. Pedaqoji prinsiplər açar sözlə verilib. Hər bir mövzu. Sinfin effektiv idarə olunması çox aydın və izahlıdır. Normal oxuyan üçün artıq oxuyub başa düşməməsi qeyri-mümkündür. Nümunə prosedurlar, nümunə qaydalar. Məsələn, situasiya. Səhər bağçaya uşaq gələrsə, bu zaman qayda necə verərsiniz? Qayda bağçaya daxil olarkən salam verilir. Prosedur içəri gir, müəllimə və uşaqlara salam ver, çantanı yerinə qoy və ya dərs zamanı danışmaq üçün növbə gözlənilir. Qaydadır, əl qaldır, icazə al, danış.
prosedurdur. Yəni bu formada çox aydın mövzular verilib. Qeyd edim ki, bütün məşğələlərin standartları məşğələnin məzmununda izah olunub, pedaqoji yanaşmalar hamısı ətraflı verilib. Baxın, bütün standartlar izah olunub. Hər məşğələnin tabeliyinə daxil olan standartlar aydın şəkildə qeyd olunub. Heç bir yerdə sensor təcrübə, sensor tərbiyə, sensor mədəniyyət, sensor inkişaf, bunların açıqlamasını heç bir yerdə görə bilmərsiniz ki, bunları əlimlə bir-bir yazmışam. Çoxluqlar mövzusu, o cümlədən ölçü, məkan, zaman, səmitləşmə, çox aydın nümunələrlə səmitləşmələr verilib. Təsviri fəaliyyət, hər yaş qrupu, 1-2 yaş qrupda, 1-2 yaşda rəsm necədir, yapma necədir, quraşdırma necədir, aplikasiya verməmişəm, çünki 1-2 yaşda aplikasiya olmur. Rəsm fəaliyyəti 2-3 yaşda yapma, quraşdırma, aplikasiya necə olur, hər biri düşəcək. Yəni, bundan o tərəfə ehtimal yoxdur. Qeyd edeyim ki, təsviri fəaliyyətin bütün terminlərinin burada açıqlamasını da vermişəm. Təsviri fəaliyyətdə tüklü fakturası nədir, simmetriya nədir, lay nədir, məkan anlayışı nədir, təhlil nədir və yaxud naturmort rəsmi nədir, hamısı qeyd olunub. Savad təlimi burada standartlarla izahı verilib, qəbula düşə biləcək dil nədir, nitq nədir, fərqləri nədir, daha sonra bədii təfəkkür, məzmunu, şeir, nağıl, hekayə, Piaget'in anlayışları, terminləri, hamısı birə-bir nümunələrlə Vygotsky və bütün pedaqoji yanaşmalar. Hətta sürpriz suallardan ilk tibbi yardımdır, fəaliyyətlər arası keçid, idman dəqiqələridir, bullyingdir, peşə yanmasıdır, onun aradan qalxma yolları, temperamentdir və Bloom taksonomiyasıdır, hamısı qeyd olunub. Testlər isə dəyişkəndir. Elə mövzu var ki, 50 testi var, elə mövzu var ki, 100 testi var, elə mövzu var ki, 40 testi var. Bu mövzunun genişliyindən asılı olaraq dəyişir.